Bugünkü mövzum evlilik yaşının keçməsi, evliliklə bağlı təzyiqlərlə bağlı olsun istədim. Bir çox cəmiyyətdə, əsasən ənənəvi dəyərlər sahibi olan cəmiyyətdə qadın və kişi üzərində müəyyən baskılar var ki, müəyyən yaşa çatdıqdan sonra onlar artıq evli olmalıdırlar, evlənmiş olmalıdırlar. Bu mənim düşüncəmə tamamilə əksdir. Təbii ki, mən bu şəkildə düşünmürəm. Amma İnsanlar uşaqlıqdan bəri, bəzi gənclərimiz daha doğrusu uşaqlıqdan bəri bu düşüncələrə məruz qalırlar. Müəyyən yaşa çatdıqdan sonra evlənməsi lazım olduğunu, məsələn ilk öncədə bu sistem bu şəkildə işləyir də. Oxuyacaqsan, təhsil alacaqsan, işləyəcəksən, evlənəcəksən, sonra uşaqlarına baxacaqsan, sonra da yəqin ki öləcəksən, yəni ki. Bu şəkildə bu onların artıq bir normalı halına gəlib də, yəni bu şəkildə olmalıdır. Böyüdün, oxudun, işlədin, evləndin. Uşağın oldu, uşağına baxdın. Yəni bu qədər bitdi. Yəni həqiqətən də sizin düşüncənizlə həyat, yaşam bundanmı sadəcə ibarətdir? Sadəcə bunun üçünmü siz dünyaya gəlirsiniz? Bunun üçünmü yaradılmısınız? Yəni yaşam anlayışı budurmu sizə görə? Bu qədərdirmi? Bəzi gənclərimiz artıq ailədən və ətrafdan bu şəkildə gördüyünə görə başlayırlar çox gənc yaşda evlənməyə və evləndikdən sonra isə buna vaz keçə bilmirlər. Yəni ki, bu addımdan geri dönə bilmirlər. Çünki axı başqa bir düşüncə də var ki, evləndinsə, artıq nə olursa olsun, seçim etmisənsə, bu seçimindən dönməməlisən də. Artıq bu sənin seçimindir. Sən evlisənsə, geri dönsən, geri qayıtsan, boşansan, deyəcək elə görən niyə evləndi, problemi nə idi ki? Yəni sənin arxandan bir sürü şey danışacaq insanlar. Boşanmamalısan, uşağına görə dayanmalısan, evlisən dayanmalısan, yoldaşı da olur və hətta heç sevmədiyim şeylərdən biri də odur ki, deyirlər ki, elə bilirsən ki, bizim sənə məsələn analar deyir ki, sənin atanla mənim aramda və ya şeydir, yaxşı mı olub aramız, yəni və yaxud da ki, ata öz oğluna da deyə bilər. Yəni bilmirəm hansı şəkildə. Mən əsasən ana üzərinə deyim ki, analar öz qızlarına deyir ki, elə bilirsən sən atanla bizim aramız çoxmu yaxşı olub? Biz yaxşı mı yola getmişik? Sizə görə dayanmışıq. Sən də indi yavaş-yavaş düzələcək, zamanla düzələcək. Uşağınız olsun, düzələcək. Uşağı olanda deyirlər ki, uşağına görə uşaq biraz böyüsün, düzələcək. Yəni əslində analar yəni deməlidir ki, yəni mən bunu yaşamışam, övladım da bunu yaşamasın. Yəni əgər sən hal-hazırda yaxşı evlilik yaşamırsansa, səhv partnyor seçimi etmisənsə, biz sənin yanındayıq. Yəni bundan vaz keçə bilərsən, geri dönə bilərsən. Bunu demək yerinə, yəni baskı, yəni təzyiq uyğulayırlar ki, sən yox evliliyə davam eləməlisən, sən artıq seçimini eləməlisən. Biz insanlara nə deyərik? Yəni ilk videomda dediyim kimi, yəni insanlara görə yaşayırlar, cəmiyyətə görə yaşayırlar, insanlar nə deyər deyə yaşayırlar. Yəni ən böyük səhvi övladlar. Yəni bir də ki, dünyaya gətirirlər və deyirlər ki, biz sizə görə yaşayırıq, biz sizə görə seçimlər eləyirik. Əslində bunu tamamilə tərsini eləyirlər də. Ən yaxşı manipulyasiya eləyənlər mənə görə yəni valideynlərimiz də ən yaxşı manipulyatorlardılar və fərqində olmadan bəlkə də bunu eləyirlər. Yəni baskı uyğulayırlar, təzyiq uyğulayırlar ki, biz sənə görə məsələn, biz sənə görə bunları elədik, biz sənə görə nələr eləmişik, səni bu yaşa çatdırmışıq. Manipulyasiya edirlər və sən vicdan əzabı çəkdirirlər ki, biz sənə görə bunları eləmişik, sən bizə görə amma heç bir şey eləmirsən, eləmək məcburiyyətindəymişsən kimi. Hər bir zaman əslində bizi düşündüyünü zənn edib, özlərini daha ön plana qoyurlar, özlərini daha çox düşünürlər. Məsələn, mənim özüm hobbim olaraq yazdığım kitabda belə bir cümlə yazmışdım. Deyirdim ki, mən düşünürəm ki, mən öldükdən sonra insanlar nə eləyəcək? Mən öldükdən sonra məzarımın başına gəlib, bizi niyə tək qoydun deyəcəklər. O isə torpağın altında yatan mən idim. Yəni bu qədər, yəni sadəcə bu kəlmə ilə anlatmaq istəmişəm ki, sən torpağın altında yatan sən olduğun halda belə bizi niyə tək qoydun deyəcəklər. Yəni yenə o halda özlərini düşünəcəklər də, yəni ən yaxşı manipulyatorlardılar. Yəni sən də ona görə həyatını öz seçimlərinə uyğun yaşamalısan. Yaşım çatdığı zaman məsələn gəlirlər müəyyən yaşa çatırlar 24, 23, 24-dən nə bilim 25-ə deyirlər ki, mən artıq evlənməliyəm. Yəni başlayır həyəcandan axtarmağa və beləliklə də səhv partnyor seçimi edirlər. Və bu səhvində geri dönməyi necə geri dönəcəklərini bilmirlər. Çünki yanındayam deyən valideyn yoxdur, yanındayam deyən insanlar yoxdur. Yəni qərarının arxasında durmaq. Yəni tamam boşanmaq yanlış bir qərar olsa belə sənin arxandayam və yaxud da ki, boşanmamaq yanlış qərar olsa da sənin arxandayam deyəcək insanların olması daha önəmlidir.
Bu şəkildə valideyn olmaq daha önəmli bir şeydir. Yəni insanlara öz doğrularını, məsələn, dünyaya gətirdiyin uşağa öz doğrularını yeridəcəksənsə, sən valideyn deyilsən. Sən yaxşı valideyn olmağı seçməmisən. Sən özünü inkişaf elətdirməyi seçməmisən. Və sən də sənin valideynləri də sənə elə imenli evlən, dünyaya uşaq gətir deyə səni bu şəkildə formalaşdırıblar. Sən də bundan artıq düşüncəyə sahib olmadığına görə sən də uşağını bu şəkildə böyüdürsən. Yəni bundan artıq bir düşüncəyə sahib olmadan böyüdürsən. Bu isə tamamilə yanlış bir şeydir. İnsanlar özünü gəlişdirməlidir, inkişaf etməlidir. Doğrunu, yanlışı, öz doğruları, öz yanlışları olmalıdır. Təbii ki də doğrular və yanlışlar insanlara görə dəyişir. Mənim doğrum sizin yanlışınız, sizin yanlışınız mənim doğrum ola bilər. Bu tamamilə normaldır, həqiqətən normaldır. Yəni buna görə insanlara yox, sənin düşüncən yanlışdır, sən yanlış istiqamətdəsən demək tamamilə, yəni ki, öz baxış bucağını insanlara, öz doğrularını, öz yaşadıklarını insanlara yeritməkdir. Əgər yanlışamsa, mən bu yanlışı eləyim, yəni sən öz başından keçənləri, öz təcrübələrini mənə danış, mən bunu analiz eləyim. Yenidən mən o yolda getməyi seçirəmsə, mənim yanımda olmaq lazımdır. Yəni demək lazımdır ki, mən bu təcrübələri yaşadım, danış, mən də bunu dinləyim, analiz eləyim. Amma yenə də mən o yoldan gedəcəmsə, bu yoldan getməyi seçmişəmsə, demək lazımdır ki, okey, mən yenə də sənin yanındayam. Yəni əgər sən də məni kimi bu yolda səhv edəcəksənsə, yəni və yaxud da ki, getdiyin yoldan geri dönmək istəmirsənsə, mən sənin yanındayım. O yolda yıxılacaqsan da, mən səninlə bərabər oturaram, mən də yıxılaram, amma səninlə bir yerdə olaram. Bilərsən ki, çiyini yaslayacağım bir insan da mənəm, yanındayam. Bunu demək yerinə, sən səhv edirsən, mən bu yoldan getmişəm, sənin səhv olduğunu görürəm deməyi seçirlər. Bu isə tamamilə yanlış bir şeydir. Övladlarınıza ona görə deyirəm ki, evlənmədən öncə həqiqətən də sən bu dünyaya uşaq gətirmə potensialına sahib olmadığını, bu uşağa necə tərbiyə, necə həyat verəcəyini, yəni onun həqiqətən istəkləri sadəcə dünyaya uşaq gətirdim, yeməyi, paltarı, geyimi, nə bilim, təhsilini verdimsə, bu kifayətdir deyil. Yəni bu həqiqətən kifayət deyil. Yəni okey, sən dünyaya uşaq gətirsənsə, zaten onun yeməyidir, yaşam şərtləridir, geyimi olsun, təhsili olsun, hamısını qarşılamağa məcbursan. Çünki uşaq dünyaya gələrkən mən uşaq demir ki, mənə dünyaya gətir. Bunu sən seçirsən və sən öz seçiminin arxasına dayanaraq da sonuna qədər getməlisən. Uşağına yanında olmağı da bacarmalısan. Uşağına cəmiyyətə yararlı bir övlad yetişdirməyi ilk öncə onu bacarmaq lazımdır. Yəni yoxsa durub da hər kəs kimi sıradanlaşdırmamaq lazımdır, yəni bu məsələni. Ona görə deyirəm ki, insan özünü hazır hiss eləməlidir. Əgər düşüncə şəkili həyatla bağlı tam olaraq, mən hələ hər şeyi sorğulayan bir insanam. Mən nəyə görə bu həyatdayam? Yaşam səbəbim nədir? Mən nəyə görə bu həyata gəlmişəm? Həyatın anlamı nədir? Hər kəs bir gün doğulub, bir gün öləcəkmi? Yəni öləcəksə, yəni burada anlam harda gizlənir? Bunu belə araşdırıb hər şeyin sonuna qədər, dibinə gedən bir insan üçün siz dünyaya boşu-boşuna, yəni sadəcə olaraq, yəni həvəs olaraq, sadəcə olaraq bir zincirvari dövr olaraq siz bunu eləyirsiniz. Daha sonra deyirsiniz ki, mənim uşağım niyə belədir? Hələ valideynlər oğlanlarını evləndirirlər ki, evləndirəndən sonra düzələr. Yəni sən buna nəyi yanlış etmisən, harda səhv etmisən, nəyə doğru şəkildə yönləndirməmisən, nəyə doğru şəkildə çatırmamısan, bunu analiz etmək yerinə, yəni gedib başqa bir dənə qadını, qızı alırsınız, alırsınız yəni, evləndirirsiniz, alırsınız anlayışı artıq. Az öncə eşitdiyim almaq, o qədər eşitdim ki, yəni ki, gedib evləndirirsiniz və deyirsiniz ki, o düzələcək. Düzəlməyənə sonra deyirlər ki, bu qızda yəqin problem var, bu ailəni döndürə bilmir də. Sən öz oğluna ailə nədir? Bunu ilk öncə öyrətmisənmi? Yəni sən özün bunu anlayırsanmı, oğluna da, qızına da bunu öyrədəsən də. Gedib məsələn deyirlər ki, oğluma yaxşı qız aldım. Yəni almaq nə ifadədir? Yəni bu sənin üçün nədir də? Yəni bunu niyə almaqla ifadə edirsən? Evləndirdim, həyatlarını birləşdirdim, artıq eyni yolda addımlayırlar. Yəni eyni yolda addımlamaq üçün bunları ortaq məxrəcə gətirdim, ortaq yola soxdum demək yerinə mən aldım deyirlər. Yəni almaq deyə ifadənin özü belə yanlışdır.
sizin oğlanlarınızın beynində tamamilə yanlış bölməsən səbəb olacaq fikirlər yaradırlar. Mən gedirəm, sən deyir, mən səni almışam. Oğlana deyir ki, mən səni almışam da. Yəni sən məni almaq deyil də, məni deyil də, sən həmin qadını almaq deyil də, yəni eyni yolda həyatlarınızı birləşdirirsiniz. Fərqli insanlar olaraq eyni ortaq məxrəcə gəlmisiniz, eyni ortaq yola gəlmisiniz və bunu siz seçmisiniz də. Yəni bunun sonuna qədər arxasında durmaq, bu necə bir şey olmaq. Yəni bir insanla evlənərkən də düşüncələriniz üst-üstə düşə bilər. Amma eyni ortamda olmaq, eyni mühitdə olmaq, eyni otağın, eyni evin içərisində olmaq sizi əgər narahat edə bilər, tən uyumu olmaya bilər. Ya bunların hər biri normal. Bunlar göz önündə bulundurmaq, göz önünə gətirmək lazımdır. Bunların hər birini analiz etmək lazımdır. Yoxsa yəni bu insan yaxşı insandır. Məsələn, mənim istədiyim tip insandır. Mən onunla evlənə bilərəm. Yox, elə bir şey yoxdur. Səninlə okey, uyumlu ola bilər, sənin axtardığın insan ola bilər. Amma sadəcə evlilik bundan ibarət deyil. Səninlə uyumlu olması, nə bilim, sənin axtardığın bütün karakterlərə sahib olması demək deyil. Evlilik tamamilə başqa bir nüansdır, başqa bir yanaşmadır. Sən bunu ilk öncə anlayıb, bunların hər birinə sahibənmi? Yəni bunlar tamamilə anlamış bir insanmı? Yəni evliliyə tamamilə hazır olmaq bu deməkdir, yəni. Yoxsa cəmiyyətin təzyiqi ilə deyil. Yəni cəmiyyət də artıq bunu anlamalıdır. Yəni artıq keçmiş dövrdə yaşamaq məcburi 14-15 yaş, hal-hazırda özündə belə 14-15 yaşlı qızları evləndirirlər ki, normaldır da, gedib dünyaya sonra uşaq gətirməyini gözləyirlər. Sonra boşandırırlar ki, bu uşaq baxmaq nədir, ailə nədir bilmir. Bilməyəcək təbii ki də. Sən get uşağı al, sonra denən ki, yəni uşaqla evləndir, uşağı gətir və özün denən ki, yəni ki bu ailə nədir bilmir. Bilməyəcək təbii ki də. Hardan bilə bilər ki? 13-14 yaşında uşaq hələ məktəbə gedir. Yəni məktəbdə təhsili yeni-yeni öyrənir, həyatı yeni-yeni dərk edir. İnsan cəmiyyət arasında yeni-yeni çıxan bir fərdi gətirirsiniz, evləndirirsiniz və oğlunuza deyirsiniz, qız aldım. Yəni sən ona həyatı birləşdirmirsən. Düzdür, gedib alıb gətirirsən, amma bunu birləşdirmir. Yəni tam olaraq ailə oluna bilməz. Sonra deyirlər uşağa yaxşı tərbiyə vermədi. 13-14 yaşlı uşağın özünü formalaşdırmayan bir şəxsiyyət necə yeni bir fərd dünyaya gətirib onu formalaşdırmağını gözləyirsiniz axı. Bu qədərlik yetərli yəqin. Yəni part 2-ni belə çəkə bilərəm. Çünki bununla bağlı danışacaq o qədər mövzularım var ki, yəni istəyirəm artıq bütün cəmiyyətə qışqıra-qışqıra bunları izah edeyim. Bunları yəni çatdırmağa başlayayım. Az öncə belə bizim qonşumuz, həm də qohumumuz belə gəlib niyə evlənmirsən? Artıq yaşın çatıb. Yəni yaşı çatmaqla deyil, bunun artıq düşüncənin formalaşmağıyla, özünü hazır hiss etməklə bağlı olduğunu bir şəkildə izah etmək. Bunlara, yəni bu insanlara, yəni bunları da qınamıram. Mən əslində hər kəslə empati qururam. Bu şəkildə böyüyüblər, bu şəkildə artıq özlərini formalaşdırıblar. Sən durub 50 yaşında, 40 yaşında artıq özünü formalaşdırmış şəxsiyyəti necə izah edə bilərsən ki, yəni ki, sənin fikrin yəni tamamilə hal-hazırdakı dövr üçün ümumiyyətlə yanlışdır da. Yəni hansı yönə çevirsəm də yanlışdır. Yəni bunu necə izah edə bilərsən ki? Yəni bir müddət, yəni baya danışmaq lazımdır, izah etmək lazımdır.